Hər vaxtınız xeyir. Yeni vlogumdan hər kəsə salamlar. Bu günlər səhər tezdən qızımın gimnastikası var idi. Gimnastikaya getib gəldikdən sonra isə ev işlərinə başladım. Ev işlərində çox belə vadici ev işləri görməmişəm. Birinci perpetön istədim. Hazırlayım salatı. Perpetönü isə az olduğuna görə az dərdim daha doğrusu. Sonra biraz həyətdəki gavallara baxdım, gördüm biraz yaxşı dadlı görsənirdi. Dadmaq üçün də onlardan da biraz dərmişəm. İndi isə keçək hal-hazırda oxuduğum Kirpinin zərifliyi olan kitabdan bəzi statlar gətirməyə. Bizim dünyamızda güclü insanlar boş-boş danışmaqdan başqa heç bir iş görməyən, bütün gücünü yalnız dillərinə sərf edən insanlardır. Sizcə elədir? İkinci stat. Bütün həyatı boyu insan müxtəlif simalara girə bilər. Amma sonunda hər kəsin əsl kimliyi üzə çıxmağa başlayır. Məncə bu da hələ altından çəkiləsi bir xət idi ki, cümlənin altına xət çəkmişdim. Səhifə 112-də belə bir stat var. Lakin hər şey öz zamanında gəldi. Gözləməyi bacaran insanlar üçün hər şey öz zamanında gəlir. Doğrudan da səbr eləmək lazımdır. İstədiyimiz bütün arzularımıza çatmaq üçün. Kitabda bir dənə də stat xoşuma gəlmiş. Stat da deməzdim. Daha çox Anna Karenina ait bir dənə cümlə var. Səhifə 132-də. Ryabinin Anna Karenina romanındakı meşə taciridir. Əynində də hər zaman redinqot olurdu. O kəndin zadəganlarından biri sayılan Levinin evində Moskvalı Stefan Oblonski adlı zədəganla satış müqaviləsi imzalayır. Tacir Oblonskinin bunun çox uğurlu bir satış olacağına dair dayanmadan ant içərkən meşənin danışılan qiymətdən 3 qat baha olduğunu bilən Levin Ryabinin dostunu aldatmaqla ittiham edir. Bu səhnədən sonra gələn dialoqda Levin Oblonskidən ormandakı ağacları sayıb saymadığını soruşur. Mən həm də Anna Karenina'la elə bir paralel oxuduğuma görə bu səhifədəki cümləni çox bəyəndim. Ona görə altına xət çəkmişdim. Düşündüm ki, perpetön çox olar, amma bir damcı oldu. Amma ev yoxdur, bir damcı ilə də o salat edəcəm. Həmin salata nanə də əlavə olunur. Maşallah bizə də həyətdə var deyənə əlavə etdim. Görək necə olacaq. Əslində eləmişəm, mənim kanalımda var. Hal-hazırda link qoymuşam. Aşağıda linkə daxil olub salatın reseptini orada ətraflı götürə bilərsiniz. Həyətimizin qəşən-qəşən belə sivyoji təbii meyvələri. Yaxın olsaydı sizə də verərdim. Buradan dadına baxardınız. Perpetön üçün mən indi su qoyacağım. Su qaynasın. Perpetönləri qaynadacağım. Əslində qaynatmayıb da eləyə bilərsiniz. Amma mən nədənsə qaynadıram. Yəni mənim reseptimdə belədir. 2 ədəd xiyarı çörkadan keçirdəcəm. Biraz qatıq əlavə edək. Qatıqla çox dadlı olur. Mütləq qatıq gərək olsun. Xiyar əlavə edəcəm. Çörkadan keçirdim. Tuz vuraq buna biraz. Qəşən tatlı olsun. İşte pul biber qatıq qəşən odun üzərində yağ edib üzərinə əlavə edəcəm. Bir dəfə eləmişəm bu salatı. O qədər bəyənmişdim ki, indi ikinci dəfə də eləyirəm. Mənim perpetönüm hazır oldu. Daha doğrusu perpetönlü salatım. Çox dadlı görünür. Nuş edək. Bu yeni versiyası. Keçən dəfə roza rəngdə olanı almışdım. Bu isə belə yaşıl. Nə gedir bu? Tərkib mənim nədir? Nəsə də. İstəyəm bunu belə qəşən çörəklə belə lobgə ilə yiyeyim. Sonra da qablarımı keçirelim. Sonra da yeməyə pişirməliyim. Bayaqdan başım qarışıb kitablara. Vlog yaddan çıxıb. Pomidor ilə də belə qəşən doğradım. Bu tuna balığıdır. İstəyirəm ona qəşən lobgə qatım.
İstərsəm sadaqətim dadlı olsun. Bunu belə paylaşıram ki, bəlkə siz də həvəsə gələrsiniz, durub özünüzə yemək hazırlayarsınız. Sevirəm də belə xırda-xuruş yeməkləri. Şimdi buna belə yağ əlavə edirik, o dadlı. Bugün həm də ayın 1-idir. Ayın 1 olduğuna görə də hamıya uğur gətirsin bu yeni ayımız. Sağlamlıq, huzur, bərəkət gətirsin. Mən bu ayın 1-nə də elə bir şərəfinə deyərdim ki, bu vlogu tamamlayıram. Ona görə də elə 12-yə qədər tez yüklədim YouTube kanalına ki izləyəsiniz. Qab yumaq videolarını çox istəyirdiniz. Gördüyünüz kimi qabları da belə sürətlə yuyuram. Hətta bu işlərimi görə köhnə vloqlarıma baxırdım. Deyirəm, o vaxtı keçən elə bu vaxtlar vloq çəkmişdim. Neçə ay bir fasilədən sonra. Deyirəm ki, bu qab yumaq o qədər belə maraqlı idi ki, amma heç çoxdan elə qab yumaqları heç əlavə etmirəm. Vloq çəkmək istəyirəm, amma nəyi necə çəkməyini çaşıb qalıram. Çaşıb qalanda da həvəsim olmur çəkməyə. Sonra deyirəm ki, yoxsa özüm üçün çəkirəm də, ürəyim haçansız çəkərəm. Burada iş deyil, bir şey deyil ki, deyirəm, hafizə 2 gündən bir vlog qoymalıyam ki, izləyici yığım, nə bilim, qabağa gedim, qazancım olsun, elə bir niyyətim də yoxdur. Gələcəkdə bilməm, elə bir şey olar ya olmaz, amma hələ ki elə bir niyyətim yoxdur. Qızımla kofe içmişdik, kofe stakanında görürsünüz. Ümumiyyətlə, mən Türk kofesini, Nescafe, ümumiyyətlə sevirəm də belə. Çaşqadan da maşallah həmişə kimi bolam. Hələ bu nədir ki, gördükləriniz. Saysam heç bilməm nə qədər çaşqam olar. Bəlkə də tək mən deyiləm, bəlkə də sizlər də eləsiniz. Amma komentarda danışın mənə. Yəni nəyi sevirsiniz, nəyi sevmirsiniz, oxuduğunuz kitabları deyim, nə bilim, çaşqalar, fincanlar, nəyi sevirsiniz, gülləri sevirsiniz, bitkiləri sevirsiniz. Bu arada bugün güllərimi də sulamışdım, onları çəkməmişəm. Sonra biraz yer eləmişdim. Ümumiyyətlə çəksəydim, bəlkə də 1 saat, 2 saat bir vlog alınardı, amma yormamaq üçün sizi qısa oldu. Bu harası bir yarım saat daba belə deyim. Sos eləmək istəyirəm burada. İndi isə çox yoruldum. Çay istəyirəm özümə qəşəng süzüm, çay içim. O qədər çaşqan, o qədər fincanım var ki, amma hər dəfə də bu fincana əlim gedir. Ümumiyyətlə sevirəm bu fincanı. Belə konfetlərlə hal-hazırda da belə bir öz vloguma baxıram. 38-ci vloguma. 38-ci vlogumda çox maraqlı. Ümumiyyətlə sevirəm də bu vloglarımı seyr eləməyi. İşlərim çox idi. Bəzilərini çəkmədim, vloqa əlavə eləmədim, amma indi əsas işimə keçirəm. Çünki 2 aydır ki, bağların suyunu dəyişmirəm. Burada da güllərimdir və burada da belə. İstəyirəm ki, bu balıqların suyunu qəşəng dəyişim, səliqəli. Buranı yığışdırım, bu parçanı dəyişməsin. Çünki 2 aydır artıq tozlanar. Və istəyirəm ki, bu tərəfə gətirim qoyum stolu. Çünki kitablarımın yanında olsun, elə düşünürəm. Görüm gedişat necə gedir. Başlayaq. Hardasa 2 ay bundan öncə eləmişdim bağları. Amma belə baxıram ki, su elə də çiklənməmişdi. Tələsdim, amma olsun, eybi yoxdur. Çox güman ki, əgər ayın 1-i mən bu balıqların suyunu təmizləmişəmsə, çox güman ki, sentyabrın axırına, ortasına qədər əslində saxlaya bilərəm. Çünki gördüyünüz kimi suda elə də çox çirkli, bir necə deyim, rəngində ötündülük yox idi. Bu balıqları da bircə çıxartıram, kənara qoyuram. Akvariuma getdim, təmizlədim, yudum. Su gətirdim, qoydum bura. Qəşəng kitabxanamın yanına, balıqlarımı da belə qoymuşam. Balıqları hələ əlavə eləməmişəm. Bu proses o qədər yorucu prosesi də düz sevərək edirdim. Ona görə paylaşım eləmədim. Daha doğrusu bir paylaşım yox, videosunu çəkmədim də. Filteri yumuşam, daşları tərtəmiz təmizləmişəm. Akvariumu yumuşam, təmiz. Daşları bir ayırmışam. İndi bilməm, əvvəlki vlogda görəcəksiniz. Yaşılları ortaya qoydum, rəngliləri kənarlara dedim biraz fərqli olsun. İndi isə balıqları da əlavə edeyim, işim bitsin. Evimin yeni dizaynı necə də xoşunuza gəldi. Sizcə yaxşı elədim, solu gətirib qoydum kitabxanamın yanına. Bu tərəfdən biraz sıxılmışdım. Keçən il mənim yadıma gəlir ki, mən kitabxanamın yanına qoymuşdum öz yazı stolumu. Onda çox rahat idi, amma onda balıqlarım yox idi. Balıqların bu illəri var.
Amma indi isə balığı da babosiyə qoydum rahat. Bilmirəm indi sabahdan indi alınsa yenə vlog çəkərəm orada kitab oxumağımı zat. Görün necə görsənər. Hələ düz işlərim yarımçıq qaldı. Niyə görə? Çünki orada komodu da aparıb stolun yerinə qoymalı idi. Çox gec idi, çox yoruldum. Baxırsınız adi bir şeydir, amma çox xırda o qədər iş gördüm ki, o işləri görənə qədər həqiqətən də yoruldum. Hə, çalışıram yaxşı alınsın. Bu da belə oldu. Bugün bütün günü çalışdığım qədər vlog çəkdim. Bilmirəm sizcə maraqlı oldu ya yox. İndi sizcə axşamdır, gecəniz xeyrə qalsın. Mən də bu kitabı oxuyuram. Kitabdan da ses statlar gətirdim, özünüz də eşitdiniz. Gecəniz xeyrə, gələn vloglarda görüşənədək.